Balakəndə Katix çayı sahilində isə yolu sel yuyub 100-dən çox arıçının 4000 arı ailəsi baxımsız vəziyyətdə qalıb. Arıçıların alternativ yol çəkməsini isə onların dediyinə görə Zaqatala Dövlət Təbiət Qoruğunun rəhbərliyi icazə vermir. İyul ayının əvvəlində yağan leysan yağışlarının əmələ gətirdiyi sel və daşqınlar Muxax çayının sağ sahilində arıçıların istifadə etdikləri yolu yuyub aparıb. Nəticədə 100-dən çox arıçının 4000 arı ailəsinə baxımı ilə bağlı çətinliklər yaranıb. Arıçılar öz hesablarına 50 metr məsafədə alternativ yol çəkmək istəsələr də Zaqatala Dövlət Təbiət Qoruğunun rəhbərliyi buna icazə vermir. Arımız orada qalmışıq. Biz bu yanda arının yanına gedə bilmirik. Uzun illərdir biz bu örüşdə arı saxlamışıq. İndi sadəcə sel nəticəsində yolumuz uçubdur. Nazirlər Kabinetinin də Cənab Prezidentin də fərmanı olduğu halda qoruq işçiləri bizim qabağımızı qəti surətdə alır. Yolun heç cürə bərpasına bizə kömək eləmirlər. Deyirlər ki, bu yolun çəkilməsi qadağadır. Amma hansı səbəb? Səbəbi də açıqlanmır. Arılarımız orada başsız qalıb. Biz onun nə yanına gedə bilirik düzəlməli, nə onu müalicə eləyə bilirik. Bal süzümü gəlib yaxınlaşıb balımızı süzə bilmirik. Bal süzülməlidir, arılara müalicə olunmalıdır. Orada gənə ilə əsas bu müalicə dövrüdür. Arılarımız burada qırılır. Arıçılığın inkişafı ilə bağlı qanunu əsas tutan arıçılar ərazidə təbiətə heç bir zərər vurulmadan alternativ yolun açılmasının mümkün olduğunu deyirlər. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qeyd etdiyiniz ərazi xüsusi mühafizə olunan təbiət ərazisi olduğundan burada hər hansı müdaxilə yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilə bilər. Hazırda məsələ Zaqatala rayon İcra Hakimiyyəti və Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə birgə nəzərdən keçirilir. İndi qalır müvafiq qurumların müsbət cavabını gözləmək. Hacı Ömər İsayev, Səadət Ayazqızı, ATV Xəbər, Balakən.